Vaxtınız xeyir olsun. Biz bu 7-ci coğrafiya iş dəftərindən bölmə 2.2 zəlzələ necə baş verir mövzusunu çalışmaların izahına baxacağıq. Gəlin vaxt itirmədən birinci çalışmaya baxaq. Birinci çalışmada deyir ki, zəlzələnin ilmindən adların verilməsi sxemi üzərində qeyd et və onların izahını yaz. Baxın, bizdə bir epicentr olacaq, 2 hipocentr olacaq. Epicentri biz yazsaq, yer səthində zəlzələnin gücü hiss olunduğu hissədir, yəni yaşadığımız hissədə, yəni zəlzələni hiss etdiyimiz yer epicentr adlanır. Həmçinin bu epicentr vasitəsilə zəlzələnin gücünü təyin etmək mümkündür. Bəs hipocentr nədir? Hipocentr zəlzələnin mərkəzidir, yəni zəlzələnin ocağı desək daha doğru olar. Yəni zəlzələnin ilk baş verdiyi təkan, yəni hipocentrdə baş verir. Daha sonra isə epicentrdə öz gücünü göstərir. Yəni 2 olacaq hipocentr, 1 olacaq epicentr. Daha sonra ikinci tapşırığa baxaq. Zəlzələ dalğaları ilə onlara aid olan xüsusiyyətləri birləşdirin. Gəlin birləşdirək. S dalğaları, P dalğaları. Ən sürətli dalğalar bu P dalğalarına aid olacaq. Gəlin birləşdirək. Bu P dalğalarına aid olacaq. Dağıdıcı gücü daha çoxdur. Bu S dalğalarına aid olacaq. Belə 2 P dalğaların gücü nisbətən S dalğalarına görə zəifdir. Epicentrdən uzaqlaşdıqca gücü zəifləyir. Bu aid olacaq. Epicentrdən əslində bu heç birinə aid olmayacaq. Çünki bu epicentrdən uzaqlaşma deyirsə, yəni yer səthi nəzərdə tutur. P və S dalğaları yerin daxilində baş verir. Bu səth dalğalarına aid olan bir sözdür. Ona görə biz ümumiyyətlə bu heç birinə aid deyil. Yəqin ki, burada S yazmaq istəyirlər. S-ə uyğun deyil. Bu səth dalğalarına aiddir. Yəni epicentrdən uzaqlaşdıqca, yəni baxın bu hissələri nəzərdə tutur. Uzaqlaşdıqca gücü zəifləyir. Bu səth dalğalarına aiddir. P və S dalğaları yer səthinin daxilində baş verir. Yəni bu bir mənalı olaraq. Tsunami hadisələri bu dalğanın təsiri ilə baş verir. Bu P dalğalarına aiddir. Yəni bilirik ki, suda S dalğaları formalaşmır. Sürəti nisbətən zəifdir. Bu S dalğalarına aiddir. P dalğalarının sürəti sürətlidir. Daha sonra ilk təkandan sonra yaranır. Əslində baxın, ilk təkandan sonra yaranır. Hər iki dalğa kitaba görə eyni anda yaranır. Amma metodik vəsaitə görə isə, yəni metodik vəsaitə, yəni müəllimlərin istifadə etdiyi vəsaitə görə isə birinci P dalğaları yaranır, daha sonra isə S dalğaları yaranır. Amma kitaba nəzərən götürdükdə isə, yəni siz oxuduğunuz nəzəriyyəyə əsasən götürdükdə isə hər ikisi eyni vaxtda yaranır. Əslində bu da səhvdir, amma metodik vəsaitə görə bu P dalğalarına aid olmalıdır. Amma yenə dediyim kimi, siz dərslikdən oxuduğunuz üçün dərslikdə də belə yazılır ki, P və S dalğaları ikisi də eyni anda hərəkətə başlayır. Yəni burada 2 dənə səhv var. Bir ilk təkandan sonra yaranır, bir də epicentrdən uzaqlaşdığına görə nə olur? Bu səth dalğalarına aiddir. Uzaqlaşdıqca gücü zəifləyir. Yəni bu ikinci suallar biraz müəmmalıdır. Sonra üçüncü suala baxaq. Üçüncü sualda səhvlər var. İndi mən onu izah edəcəm sizə. Zəlzələ haqqında doğru və yanlış fikirləri qeyd et. Epicentrin dərinliyi çox olarsa, zəlzələnin dağıntılar da daha çox olar. Bəli, bu doğrudur. Demişdik, zəlzələnin gücü hipocentrin dərinliyindən və onun davam etmə müddətindən asılıdır. Bu bəli doğrudur. Tsunami dalğaları P dalğaları təsirində yaranır. Bəli, bu tamamilə doğrudur. Yəni tsunami dalğaları P dalğalarının təsirindən formalaşır. Suda S dalğaları formalaşmır. Ona görə bunu düz götürürük. Zəlzələ zamanı əvvəlcə P, sonra isə S dalğaları yaranır. Baxın, burada eyni qaydada kitaba görə hər ikisi eyni anda hərəkət edir. Metodik vəsaitə görə isə birinci P dalğaları yaranır, sonra S dalğaları yaranır. Ona görə biz bunu həm metodik vəsaitə görə doğru da götürə bilərik. Kitaba görə isə yanlış götürə bilərik. Amma siz yenə siz dərslikdən oxuduğunuz üçün bu yanlış olacaq. Amma siz gələcəkdə liselərə imtahan versəniz və yaxud da hər hansısa bir yerə imtahan versəniz, P dalğaları birinci yaranır, S dalğaları isə sonra yaranır. Yəni bu cür müəmma ilə qarşılaşa bilərsiniz. Amma indi dərsliklə götürsək, birinci
hər ikisi eyni yarandığı üçün biz səhv götürürük. Amma metodik vəsaitdə birinci P dalğaları, daha sonra isə S dalğaları yaranır. Zəlzələnin epicentri, hipocentri, perpendikulár istiqamətdə yerləşir. Bəli, tamamilə doğrudur. Baxın, bu epicentrdə, bu isə hipocentrdə. Baxın, perpendikulár yerləşir, yəni düz xətt boyunca yerləşir. Ona görə bu doğrudur. Düzgün oldu. 1, 2, 4 düz. 3 isə səhv. Demişdik ki, 3 burada biraz müəmmalı sual yaradır. Yəni 3 də biraz səhv tipli tapşırıqdır. Yəni buradakı termin, buradakı söz biraz testi qarma-qarışıq yaradır. Daha sonra 4-cü tapşırığa baxaq. Zəlzələnin əvvəlcədən xəbər verilməsi prosesi mərkəzi şəkil üzərində verilən boş kanalları rəqəmlər ardıcıl olaraq qeyd edilir. Yəni zəlzələ baş verən zaman seismoloji stansiyalara necə xəbər gedir, onu bizdən ardıcıllığını istəyir. Baxaq. Birinci hiposentrdə, baxın, hiposentrdə təkanlar baş verir. İlk təkanlar baş verir. S dalğaları, P dalğaları yaranır və bu dalğalar seismoloji stansiyalar bu dalğaları müəyyən edir. Bu dalğaları P2 ötürür. Baxın, P2 ötürür. P2'lər də nə edir? Bizə çatdırır. Yəni birinci hiposentrdə ilk təkanlar baş verir. Təkan dalğaları seismoloji stansiyalarda seismoloji cihazlar vasitəsilə ölçülür. Bu məlumatlar P2'lərə ötürülür. P2'lər isə yəni biz insanlara telefon, kompüter, televiziya vasitəsilə bizə ötürülür. Sonra gəlin 5-ci tapşırığa baxaq. Mətndə verilən boşluqları uyğun sözlərlə tamamla. Gəlin oxuyaq. Okean və dəniz sahillərində yaranan dağıdıcı dalğadır. Bu tsunamidir. Belə tsunami gedəcək. Sonra buranı təmizləyim, 2-yə getdi xətt. Baxın, bura tsunami gedəcək. Üstünə xətt çəkirəm. Sonra baxaq. Okeanda baş verən zəlzələ zamanı meydana gəlir. Okeanda baxın, okeanda baş verən zəlzələ zamanı ən çox sakit okeanda baş verən zəlzələ zamanı meydana gəlir. Baxın, bu sakit okean olacaq. Bu sözü görmədim. Ən çox sakit okeanda baş verir. Yəni biraz sakit okean gedəcək. Daha sonra tsunami yaranan zaman sahildə dayanan gəmilər doğru hərəkət etdirməlidir. Hara doğru hərəkət etdirməlidir? Açıq okeana doğru hərəkət etdirilməlidir. Yəni bura açıq okean yazılacaq. Çünki bu dalğaların sahilə çatdıqca hündürlüyü artır. Bura artır sözünü yazacaqsınız və tsunami dalğaları haqqında əvvəlcədən məlumat vermək mümkündür. Yəni bura aid olacaq tsunami dalğaları, bura aid olacaq sakit okean, bura olacaq açıq okean və sahilə çatdıqca hündürlüyü artır və əvvəlcədən tsunami dalğaları haqqında məlumat vermək mümkündür. Yəni siz bu mətnləri öyrənərək dərsin bir hissəsini öyrənmiş olursunuz. Yəni tsunamilər okean və dəniz sahillərində yaranan dağıdıcı dalğadır. Ən çox sakit okeanda baş verir və zəlzələ zamanı meydana gəlir. Yəni tsunamilər okeanlarda baş verən zəlzələ zamanı meydana gəlir. Tsunami yaranan zaman sahildə dayanan gəmilər açıq okeana buraxılır. Yəni açıq okeana doğru hərəkət etdirilir. Çünki burada dalğalar sahilə çatdıqca hündürlüyü artır. Tsunami dalğalar haqqında əvvəlcədən məlumat vermək mümkündür. Gəl 6-cı tapşırığa baxaq. Zəlzələnin daha çox baş verdiyi məntəqələri müəyyən edir. Biz sakit okean sahillərinə götürəcəyik. Baxın, 3-ü götürəcəyik. Şimal Amerikanın qərb sahillərini, eyni qaydada Cənubi Amerikanın qərb sahillərini götürəcəyik. Burada sakit okean odlu qövs yerləşdiyi üçün 1, 3. Eyni qaydada 6-da da tsunami baş vermə. Tsunami təhlükəsi burada da mövcud ola bilər. Ona görə burada 1, 3, 6 götürə bilərik və yaxud da 1, 3 də götürə bilərik. Əgər bizdən sakit okean istəyirsə. Və yaxud da başqa qaydayla 1, 3, 6-nı götürməyimiz mümkündür. Dərsinizlə təşəkkür edirəm. Növbəti videolarda görüşənədək hələlik.